Salam əziz şagirdlər və valideynlər. Bugün sizləri kanalımda xoş gördüm. Bugün sizlərə yeni riyaziyyat 1-ci sinif dərsini izah edəcəm. Gəlin başlayaq dərsimizdən. Bugün sizinlə sıralama mövzusunu keçirik. Gəlin burada açar sözlərə baxaq. Birinci sözümüz sıralama. İkinci sözümüz artan sıra, azalan sıra, əvvəlki ədəd, sonraki. Deməli, biz bu mövzuda bu sözlərdən çox istifadə edəcəyik. Araşdırma müzakirəyə baxaq. Uşaqlar nömrələrinə görə sıraya düzülərsə, Samir kimlərin arasında olar? Deməli, birinci Ramin gəlir. Bura adlar yazaq. Ramin'dən başqa adı yox. R yazaq. Sonra yazaq elə bəsdir. Ramin yazdıq. Yox, bu Elxandır. Dəqiqə mən bura uşaqların adlarını düzüm sizə göstər. Deməli olan adlarımız budur. Mən birincidən 8-ciyə kimi düzdüm. Elxan, Ramin, Səbinə, Ayaz, Anar, Lalə, Samir, Əli. Deməli sıraya düzdür. Samir kimlərin arasında oldu? Samir gördük ki, Lalə və Əlinin arasında oldu. Bu zaman sırada ilk və sonuncu dayanan hansı uşaqlar olar? Birinci sırada gördük ki, Elxan. İkinci sırada isə əlbəttə ki, Əli. Burada öyrənməyə baxaq. Deməli, ədədləri artan yaxud azalan sırayla düzməklə sıralamaq olar. Məsələn, 1 kub, 2 kub, ta ki 10-a kimi. Azalanda isə, məsələn, 10-dan düz 1-ə kimi gedir. Bu, istədiyimiz ədəddən bağlıdır. Buranı silək, təmizləyək. Sildik, deməli. Bələdçiyə baxaq. Ədədləri artan və azalan sırayla düzün. 4, 2, 3. Artan sıra 2, 3, 4. Azalan sıra 4, 3, 2. Burada artan sırayla deməli ən birinci artan gəldi. Elə yazırıq. 6, 7, 8. Azalan sırayla desəm 8, 7, 6. Elə ki tərs. Buraya yazaq az, ar. Yəni artan azalan. Burada artan sırayla 7, 8, 9, 10. Azalan sırayla 10, 9, 8, 7. Bu da azalan. Bu isə artan. Deməli, misallarımızı yazdıq. Keçək müstəqil işə, misal 1-ə. Hansı qrupdakı ədədlər artan, hansında azalan sırayla düzülmüşdür? Biz burada cəmsi 9-a kimi ədədlər verilib. Yəni, buranı da deyirəm. Deməli, biz sayanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bura artan. Əgər azalan deyilsə, bunun nəşri 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. İndi saydığımıza görə 1, 2, 3, 4 deməli nə olur? Artan. 5, 4, 3, 2 azalan. 3, 4, 5, 6 bu artandır. 9, 8, 7, 6 bu isə azalır. Deməli, burada bizə elə ki, dərs də verib, əlavə məlumat kimi bir şey. Gəlin oxuyaq, görək nə deyir. Ədəd oxunda hər addım bir vahiddir. Hər ədəd özündən əvvəlki ədəddən bir vahid böyük, sonrakından isə bir vahid kiçikdir. Məsələn, 3 ədədi 2 ədədindən bir vahid böyük, 4-dən isə bir vahid kiçikdir.
2-yə baxaq. Ədəd oxunda 8 ədədindən bir vahid böyük və bir vahid kiçik ədədlər göstər. Məsələn, ədəd oxu çəkəcəksiniz. Mən burada ədəd oxunda göstərirəm. 8-dir. Deməli, ədəd oxundakı ən əsas ədəd. Bir vahid böyük, yəni bir vahid irəli 9 olur. Bir vahid kiçik ədəd isə, yəni geri 7 ədəd. 3. Verilmiş ədədlərdən sırayla söylən ədəd oxundan istifadə edin. Deməli, artan sırayla necə olur? 3, 4, 5, 6, 7, 8, 1, 2, 3, 4, 7, 8, 9, 10. Burada isə 5, 6, 7, 8, 9. Deməli, bu qədərdə düzürsünüz. Sonra isə ədəd oxu çəkirsiniz. Buradakı kimi edirsiniz. Məsələn, burada 3 ədədini fərqləndirək. Yox, 4 ədəd olsun. Burada orta ədəd seçilir. 4 ədəd. 4 ədədi 2-dən bir vahid böyük, 3-dən bir vahid böyük, 5-dən isə bir vahid kiçikdir. Sonra deyə bilərik. 7-ni seçək. 7 ədədi 6 ədədindən bir vahid böyük, 8 ədədindən isə bir vahid kiçikdir. Bu qaydada hər birini yazacaqsınız. Deməli, buraları sileyim. Keçək 4. 4-də deyir, ev şəklini çəkmək üçün ədədləri artan sırayla ardıcıl birləşdirmək lazım idi. Bunu edərkən bəzi səhvləri yox verdi. Şəkildə onun səhvlərini tapın. Deməli, bir də oxuyaq. Evin şəklini çəkmək üçün ədədləri artan sırayla ardıcıl birləşdirmək lazım idi. Onlar bunu edərkən bəzi səhvləri yox verdi. Şəkildə onun səhvlərini tapın. Deməli, nə edir? 1, 2, 3, 4, bura 5 olmalıydı. 5, bura 6, burada 7. 5'den 6'ya dəyişib düşəcək. 5'ə baxaq. Nə deyir? Ədəd oxunda buraxılmış ədədlər tap. 0, 1, 2, 3, 3'dən sonra necə? 4, 5, sonra necə? 6, 7, 8, 9, 10. 2 saymaqla aşağılanan sayını daha asan tapmaq olar. 2, 4, 6, 8, 10. 2 say. Deməli, 2, 4, 6, 8, 10. 10 dənə balıq. 2, 4, 6. 6 dənə top. 2, 4, 6, 8. 8 gilas. 1, 2, 2, 4. 4 dənə də şilyap. Qurbağa xətlər üzrə hərəkət edir. O yalnız ədədlərin artan sırası ilə tulanası hansı gülə çatır. Deməli, o yalnız ədədlərin artan sırası ilə hərəkət edir. Qurbağa deməli belə gedir. Burada durub. 4, 3, 1 ilə geçsə bu azalır. 4, 5, 6. 4, 5, 6 qalır. İndi gəlir, burada durur. 6'dan sonra 1, 2, 7 gəlir. Bunda uca çoxalır. 6'dan 2 isə 6'dan sonra gəlir. Yəni bu yolla keçsək 10 olur. Ona görə də yolla gedəcək.
O da çəhra gülə çatır. Güllər dibçəklərdə bir-bir əkilmişdi. Uşaqlar bu gülləri çıxarıb torpağa iki-iki əkdilər. Əkilmiş güllər əsasən dibçəklərin sayını tapın. Bir də oxuyaq. Güllər dibçəklərdə bir-bir əkilmişdi. Uşaqlar bu gülləri çıxarıb torpağa iki-iki əkdilər. Əkilmiş güllər əsasən dibçəklərin sayını tapın. Deməli, burada 2, 4, 6, 8, 10 dənə gül əkib. Deməli, 10 dənə də dibçək var imiş. 10 dibçək. Sağ olun, yeni dərs videolarında görüşək.